Hər vaxtınız xeyir olsun dostlar. Xoş gördünüz kanalımda. Bu günləri Türkiyə Süper Liqasında 23-cü haftanın oyununda Galatasaray Konya'da Konya Spor deplasmanında Konya Spor'la oynayacaq bu günləri. İnşallah bu gün də bir qələbə Juventus oyunundan sonra Juventus qələbəsindən sonra bu gün də inşallah qələbə qazanar və liqdə liderliyi davam etdirər. Yaxşı oyun olar, maraqlı oyun olar. Çünki bu günləri Galatasarayda demək olar ki, çox böyük dəyişikliklər var. 6 oyuncu Juventus'la oyundan sonra 6 oyuncu bu günləri 11-də yoxdur. Davinson, Lang, Barış Alper, ondan sonra Osimhen, Jakobs ilk 11-də yoxdular. Bu günləri böyük dəyişiklik var. İnşallah bu heyətlə də Galatasaray bu heyətdə daha yaxşıdır. İnşallah bu günləri qələbə qazanar Galatasaray. İlk 11-də Galatasarayın Sasha Boye, Singo ortada, Davinson yerində Abdülkerim, Eren, Gabriel Sara, Lemina, Roland Şalai, Sane, Yunus, yenə də Yunus ortada. Santraforun arxasında, Santraforda Icardi'nin arxasında. Keçən dəfə də dedim, Yunus orada oynaya bilmir. Yunus'un yeri değil orada. Ümumiyyətlə Yunus neçə həftədə oynaya bilmir. Ora heç onun yeri değil. Orada heç oynaya bilmir. Bunu neçə dəfələrlə gördük. Juventus oyunda nə qədər toplarda pas ata bilmədi. Osimhen'i topla buluştura bilmədi. Nə qədər qısa oldu, nə qədər səhv oldu. Qollar da elə demək olar ki, onun səhvindən oldu Galatasarayın yediyi qollar. İnşallah bu günləri Juventus olmadığına görə bu günləri inşallah yaxşı oynar. Qələbə qazanar. Hakimlərin danışılmadığı bir maraqlı oyun olar və qələbə fikrimcə Galatasaray günləri 3-1 qazanacaq deyə belə. Konya Spor'un bir qolu var, amma 3-1 inşallah Galatasaray bu gün qələbə qazanar. Oyun başlayır dostlar. Oyuna keçməmişdən qabaq kanalıma abunə olun. Videolarımı bəyənin, yorumlarınızı yazın. Bildirimləri açın ki, paylaşdığım videoları görəsiniz. Keçək dostlar oyuna. Icardi, nə oldu Icardi? 12-ci dəqiqədir. Oyun biraz Konya Spor daha yaxşı başlayıb oyuna. Qapıya zərbələr də var. Dəqiq zərbələr olmasa da qapıya Konya Spor zərbələr var. Galatasarayın hələ ki 12 dəqiqə ərzində qapıya zərbəsi yoxdur. Biraz Galatasaray sönük başlayıb. Daha çox Konya Spor oynayır. Icardi ilə də bir dənə də şans oldu, amma Icardi topa çata bilmədi. Biraz belə məncə fikrimcə gedəcək. Bir 15-20 dəqiqə belə olacaq. Konya Spor daha çox oynayacaq. Ondan sonra Galatasaray olacaq. Açılacaq, öz oyununa qayıdacaq öz oyuna. Ola da bilsin hələ qayıtmasın. Biraz gec ikinci yarıda falan. Çünki dəyişikliklər çox olduğuna görə 6 oyuncu dəyişikliyi var. Ola bilər ikinci yarıda Okan Buruk Lang'ı, Barış'ı oyuna saldı. Onda biraz oyun daha da canlanar. İnşallah ona kimi Galatasaray birinci hissədə gol və ya qolları atar da inşallah. Hələ ki o yəni gol bir şeyini göstərmir. Yəni gol vura biləcək bir hissiyatı vermir hələ ki Galatasaray. Hatta ay bula. Hatta yanında. Hatta yanı Icardi. Ay Icardi. Bunu vaxtında atdı. Şalaydı, kim idi? Vaxtında at bunu Icardi. Qalıb bombayı boş orada. At topu da. Vaxtında vermir pası. Burada aldın ha, Şalay aldın, ağla yaxşı, aldın o topu oyuncuda. Icardi orada boşdu. Bir dənə at da o şeylə. Burada da Icardi də çölə vurdu. 29-cu dəqiqədir, 0-0. Hələ ki Galatasaray ilk qapıya zərbəsidir, o da dəqiq deyil Icardi ilə. Görək bu birinci hissə nə qədər belə oyun davam edəcək. Galatasarayın ilk hissədə oynadığı oyun, yəni 29 dəqiqə 30 yarım saatdır. Yarım saatda oynadığı oyun oyun deyil. 4 gün bundan qabaq Juventus'tan oynanan oyun hara, indi bu gün oynanan oyun hara. Söz yox, 6 oyuncu yoxdur Juventus'tan oyundan sonra. Amma nə qədər də olsa bu heyətdə bir takımdır yəni. Süper Lig'de oynayabiləcək bir takımdır, yer tutabiləcək bir takımdır yəni bu rotasyon. Offside var orada, elə offside edirlər ha.
Abdülkerim Yunus kimdi? Hansı uğraştı bu? Dostlar ilk hissə bitdi. İlk hissə Konyaspor 0, Galatasaray 0. İlk hissədə bərbad oyun oynadı Galatasaray. Çox pis, yaxşı oynadı deyəcəyim bir oyunçu yoxdur Galatasarayda. Heç biri yaxşı oynamadı. Nə Sanesi, nə Singosu, nə Icardi'si. Gol epizodları da yoxdur. Nə Konyanın, nə Galatasarayın. Galatasaray bir dənə var. O da bir dənə, iki dənə. Şalay ilə bir zəif zərbə oldu. Kaleye qapısı tutdu. Bir də Icardi ilə çölə. Həmçində Konyasporun da bir iki dənə qapıya zərbəsi oldu. O da dəqiq olmadı. Yunus'un yenə də deyirəm, oynayan bilməcəyi mövqedə oynayır. Forvet arkası. Ondan əlavə də oynaya bilmir. Ona görə də ikinci hissədə dəyişiklik lazımdır ki, biraz oyuna daha belə enerji gəlsin. Lang, Barış Alper gibi oyuncular girməli ki, oyunda qələbə qazanasan. Yoxsa ikinci hissədə belə olsa elə belə davam edəcək. Bir başqa 90 dəqiqədə oynasalar heç kim bir-birinə qol verməsə belə görsənəm. Bəlkə də Konyaspor vurar, amma Galatasaray bilmirəm. İkinci hissədə görüşərik dostlar. Qaşan pas. Vur Saca. Saca vuramadı. Vur gol. Kimdi? Sane. 1-0. 49-cu dəqiqə ikinci hissənin başları. İkinci hissə Galatasaray 3 dəyişikliklə başladı. Icardi çıxdı. Abdülkerim bardaqçı çıxdı. Yunus Akgün çıxmalı idi. Çıxdı. Yerinə Torreira, Lang, Barış. Lang'ın qaşan pası burada boya vura bilmədi. Lang çox qəşəng ara pas atdı ya. Çox qəşəng burada ayağından çox buraxdı topu Saşa Boy. Qapıçının müdaxiləsi qaldı. Sane Sane 1-0. Bax bu 1-0. Davam. Dəyişiklik lazımdır. Davam. Yəni Lang oyuna təsir elədi. Lang girdi. Oyuna o dəqiqə təsir elədi. Kornerini aldı və ara pasını verdi. Vura bilməsə də Saşa Boy vura bilməsə də qapıdan dönən topu Lerosane tamamladı və 1-0. Bu lazımdır bizə. Davam, gol, davam. Bir anda gol. 2-0, 3, 4 nə qədər çox olsa o qədər yaxşıdır. Vara çağırdılar. Nə oldu orada? Vara çağırdılar. Qoy sayılmayacaqdı. Baxaqlar burada nə var? Nə var burada? Nə var burada başa düşmədim. He. Burada nə var? Saşa Boya burada faal edildi. Vallahi billahi burada bir şey yoktu. Vallahi burada faalli bir şey yoktu. Eğer buna görədirsə burada faalli bir şey yoktu. Ay. Baxasın sən gərək nədir? Offside nədir? Qapıcıdan faul nə əlaqəsi var axı? Topuna gəlmir bax. Nə əlaqəsi var burada faulla? Vallahi heç nə yoxdur. Yedilər qolu. Vallahi billahi yedilər qolu. Rədd olun buradan. Sizin hakemliyinizə də, sizin oynatdığınız oyuna da, futbolunuza da. Koyma! Oo! Vurmuşdular ha. Abi oynayın da bu necə oyundur? Az farklı Konyaspor atacaqdı qolu. Bura baxıb, burada offside yoxdur. Burada Singo müdaxiləsi olmadı. Burada savunmadan direği yaladı, direği. Bu təhlükəli gəldi. Bax, Konyasporun ən təhlükəli. Vurun bir dənə qolda, vurun bir dənə qolda. Bu belə 0-0 nədir? Xal itirmək olar burada. Offside nəyə offside çəkib mənim başım çıxmır burada.
Ne girmir abi bu salda bu ne 90-cı dəqiqədə salacaqlar sən bu Aspiriyanı. 10 dəqiqədə gözlür orada oyunçu ya. Böyle sal oynasın bu görən necə bəlkə dəyişiklik başqa cür eləcək oyunda. Okan Buruk sənin bana. Bir dənə gol bırak ondan sonra bak. 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 Dedim ha bir dənə gol bırak ondan sonra dedim ha. Dedim ha. Pok olsun sizin oyununuza. Pok olsun sizin oyununuza. İndi dedim ha dedim bir dənə gol bırak ondan sonra sağ 15 dəqiqədə Aspiriya gözlü çöldə ki oyuna girsin. Bu dəyişikliyi vermişdi bunu da sal oynadı ha. Bədbəxtlər sən bunlara gol vura bilərsən, oturacaqla müdafiədə olsuz bir oyun oynamırsan. Bля. Bura bak ha, savunmaya bak, müdafiəyə bak, oynadığı oyuna bak. Sən Zatvan ələ Okan, sən Zatvan ələ. Sən çıxartdığın 11-ən ələ, sən oynatdığın oyundan ələ. Sən bir pok bilirsən, sən mən heç nə bilmirəm. Gələ, ikinci məğlubiyyət. Sən burada xalq itirməməlisən, burada xalq olmalısan, xalq itirsən burada. O bu oyunlarda nə etsən sən? Beşiktaşdan oyunda, Göztepe'nin oyunda, Samsun'dan oyunda, Trabzon oyunda nə etsən sən? Konyaspor ne oynuyor? Galatasaray oynaya bilmiyor. Konyaspor oyun oynuyor ha. Bravo. Bunlar oynaya bilmirlər. Bunlar bu bədbəxtlər oynaya bilmirlər. Bunlar oynaya bilmirlər. Bunların boynu yerə soxunma. Bunların boynu yerə soxunma. Bunların boynu yerə soxunma. Bunlar oynaya bilmirlər. Kül sizin o başınıza. Kül sizin o Şalayla bu. Şalay bu kəlləyə topu atıb olan oyunçusu ki vur qola. Bədbəxtlər. Maçtır galip gelemeyen Konyaspor 2-0 üstün Galatasaray karşısında. Vardy. Maç bitti. Konya'da maç sona erdi. Oyun bitti dostlar. Galatasaray Konyaspor kimi gaz bir komandaya, gazdaki yani mal bir komandaya 2-0 üzdü. Okan Buruk'un mallığından. Okan Buruk bura məğlub olmaq üçün gəlmişdi. 11 elə bir 11 çıxartmışdı və məğlub oldu. Küllərin başına, Okan Buruk'un başına. Heç nə. 2-0 məğlub oldu. Eləsə başqa söz yoxdur. Okan Buruk komandanın takımı məğlub eləmək üçün, məğlub olmaq üçün çıxartmışdı ilk 11'i. İlk 11 o idi. Və istədiyi də oldu, 2-0 məğlub oldu. Sabah da Fenerbahçe qalib gəlsə, ligdə lider olacaq və bundan sonra da Fenerbahçe o liderlikdən düşməyəcək. Galatasaray daha da xallar itirəcək. Göztepe ilə oyunda xal itirəcək, Beşiktaşla da oyunda xal itirəcək, Samsun Sporla bəlkə itirməz, Trabzon Sporla da oyunda xal itirəcək və Galatasarayın çempionluğu bu oyundan sonra getdi. Daha Galatasaray çempionluğundan danışmaq yersizdir. Çempionlar Liqası oyununa görə as oyuncularını oynatmadı. Məncə birini oynatmalıydı ilk hissə ən azından. Hamısı oynamalıydı. Ondan sonra dəyişmə olardı. Eləmədi. Okan Buruk valla bilmirəm nə etmək istəyir. Konya'ya gəldi məğlub olmaq üçün də o heyəti çıxartdı və Galatasaray 2-0 məğlub oldu. Başqa deyəcək söz yoxdur. Bu qədər dostlar, sağ olun. Başqa videolarda görüşək.